Herkese salam, kanalıma xoş gəldiniz. Bugün sizinlə OTK-nın 9 siniflər üçün 2026 fevral ayının 1-də keçirilmiş olduğu buraxılış sınaq imtahanının detallı izahına birlikdə baxacağıq. İzaha keçmədən öncə qeyd edim ki, 8, 9, 10 və 11-ci siniflərlə hazırlıq qruplarımız davam edir. Həmçinin mart ayından etibarən 9-cu siniflərlə sınaq qrupumuz başlayacaq. Detallı məlumat almaq və yaxud da qruplara qoşulmaq üçün yuxarıda qeyd olunan nömrənin WhatsApp-ına yaza bilərsiniz. 56-cı sualımızda bat ziddiyyət bağlayıcısı var. Tərcümə bu şəkildə verilir ki, şərhlərimlə səni boşluq etmək istəmirdim, amma sözlərimi səni incidibsə, üzr istəyirəm. Deməli, boşluqda qarşı tərəfi incitmək mənası olmalıdır. Doğru cavabımız D variantı, incitmək, qıcıqlandırmaq. A variantı tərifləmək, B variantı kömək etmək, C variantı dəstək olmaq, G variantı qiymət vermək cümlənin mənasına uyğun deyil. Belə bir söz yazmalıyam ki, bu hissəyə uyğun olsun. 57-ci sualımızda altından xətt çəkilmiş sözə yaxın mənalı söz axtarılır. Provide təmin etmək deməkdir. Doğru cavabımız C variantı. Qəbul etmək, laqeyd yanaşmaq, elan etmək, diqqətini cəmləmək yanlış variantlardır. 58-ci sualımızda boşluğun sağ tərəfində cəmdə olan bir isim verilib. Boşluğun sol tərəfində isə only var. Only bizə bildirir ki, ya a few, ya a little istifadə olunmalıdır. Cəmdə olan isimdir. Doğru cavabımız Y variantı. A little sayıla bilməyənlərlə, a few isə sayıla bilənlərlə istifadə olunur. 59-cu sualımızda birinci növbədə qaydaya əsasən variantları çıxardaq. May-dən sonra to gələ bilməz. Are able-dan sonra əksinə to gəlməlidir. It's freezing outside. Çöldə əgər dondurucu bir soyuq varsa, bu zaman biz qalın jaket giyməliyik. When bizə bildirir ki, sağ tərəfindəki zaman sol tərəfindəki zamanla uzlaşmalıdır. Sağdakı zaman keçmiş zamandırsa, soldakı zaman da keçmiş zaman məzmunlu olmalıdır. Doğru cavabımız keçmiş sadə zamanda olan Y variantı. Birinci sözümüz sayıla bilməyəndir, ikinci boşluqda isə sayıla biləndir. Sayıla bilməyən olduğu üçün müəyyən artikelları çıxardaq. İkincidə isə əksinə sayıla bilən olduğu üçün və samitlə başladığı üçün ən artikelini çıxardırıq. İnformasiya sözü birinci dəfə qeyri-məlum formada istifadə olunsaydı, qarşısında heç bir artikel qoyulmayacaqdı. Lakin burada bildirilir ki, mən informasiyanı tapa bilmədim. Veb-saytda ehtiyacım olan informasiya. Demək ki, artıq burada məlumlaşdırır. Məlum olaraqdan da the artikelına ehtiyacım var. 62-ci sualımızda. Birinci sözümüz çaşdırmaq, ikinci sözümüz qorxutmaq, üçüncü sözümüz məmnun etmək, sevindirmək. Demək ki, bir də B variantı. Çaşdırmaq deyirsə, kimisə əmin olmayan qarışıq vəziyyətə salmaq. 2-də qorxutmaq deyirsə, kimisə həddindən artıq qorxutmaq. C variantı. Sevindirmək, xoşbəxt etmək deyirsə, A variantı, kimisə xoşbəxt və yaxud da məmnun hiss etdirmək. Doğru cavabımız A variantı. 63-cü sualımızda qayıdış əvəzliyidir. Qayıdış əvəzliyi cümlənin mübtədasına əsasən yazılır. Cümlənin mübtədası D-dir. Bu səbəbdən də doğru cavabımız D variantı. News sözü sayılmayan isimdir. Sayılmayan isimlərin qarşısında rəqəm istifadə oluna bilməz. Spoon qaşıq sayıla bilən tək isimdir. A artikula istifadə olunub, doğrudur. Pear sayıla bilən isimdir. Qarşısında A artikula istifadə olunub, doğrudur. Several'dan sonra cəmdə olan isim gəlməlidir, doğrudur. 5-də isə a few-dan sonra gələn isim cəmdə olmalıdır. Burada cəmdə verilməyib. Demək ki, 2, 3, 4 Y variantı. 65-ci sualımızda. Mübtədada sözünü varsa, sözündən əvvələ baxılır. Cəmdədir, xəbərim də cəmdədir, doğru. Çoxlu hava dəyişiklikləri mübtədam cəmdədir, can happen, modalla verilmiş bir xəbərdir. Bu da doğrudur. Ofdan əvvələ baxıram, cəmdədir, lakin xəbərim isə təkdədir, yanlış. İki isim yanaşa gəlirsə, mən birinciyə yox, ikinciyə baxırdım. İkinci cəmdədir, xəbərim isə təkdədir, yanlış. Yenə iki isim yanaşa gəlib, birinciyə yox, ikinciyə baxıram. Təkdədir, xəbər də təkdədir. Demək ki, doğru cavabımız 1, 2, 5 A variantı. 66-cı sualımızdan. Düzgün sifət və yaxud da zərfi seçmək tələb olunur. Birinci növbədə baxmalıyam ki, feildən sonra istifadə olunur. Əgər feildən sonra istifadə olunursa, mənim zərfə ehtiyacım var. Sifətə ehtiyacım yoxdur. İndi isə gəlin tərcüməyə baxaq. Fırtınada maşında hər kəsi təhlükəsiz saxlamaq üçün o ehtiyatlı sürməlidir. Doğru cavabımız Y variantı. 67-ci sualımızda müqayisə dərəcəsinin göstəricisi olan zəni görürəm. Zən varsa, demək ki, müqayisə dərəcəsi yazmalıyam. Ekranın sağ tərəfində qaydasız sifətləri paylaşacağım. Qodun müqayisə dərəcəsi sadəcə beta olur. Worst üstünlük dərəcəsidir.
Mora ehtiyac yox idi. 2 variant qalır. Hər iki variant da müqayisə dərəcəsindədir. İndi isə gəlin tərcüməyə baxaq. Belə pis havadan çölə çıxmaqdansa evdə qalmaq daha yaxşıdır. Daha yaxşı sözünə məntiqi cəhətdən ehtiyacım olduğuna görə doğru cavabımız C variantı. 68-ci sualımızda altından xətt çəkilmiş sözün antonimi tələb olunur. Discovered kəşf etmək, tapmaq deməkdir. Doğru cavabımız 2. İtirmək, 4. Gizlətmək. Tapmaq, axtarmaq, aşkar etmək yanlış cavablarımızdır. Bizdən istənilən əks mənadır. İndi isə short tekstlərə keçid edək. Öncəliklə 69-cu sualımızın tərcüməsinə baxaq. Əziz Anna, yay tətili necə keçdi? Mən keçən həftə məktəbə başladım və hər şey mənə fərqli gəlir. Yeni müəllimimiz çox mehriban və köməkçildir. Bu il ingilis dili bacarıqlarını inkişaf etdirmək və drama klubuna qoşulmaq istəyirəm. Biraz həyəcanlı olsam da qarşıda məni gözləyən çətinliklər üçün həyəcanlıyam. Zəhmət olmasa sənin məktəb ilinin necə keçdiyini mənə yaz. Ən xoş arzularla Jane. A variantı yanlışdır. Jane keçən ay məktəbə başlayıb və özünü tam əmin hiss edib. Jane keçən həftə məktəbə başlayıb, keçən ay yox. O özünə tam əmin yox, biraz həyəcanlıdır. B variantı. Jane həyəcanlıdır və yeni çətinliklərdən qaçmaq istəyir. Səhvdir. Çünki Jane həyəcanlıdır, amma yeni çətinliklər üçün həyəcanlıdır. Onlardan qaçmaq istəmir. C variantı. Anna Jane'in məktəb ilinin necə keçdiyini bilmək istəyir. Səhvdir. Çünki əksinə Jane Annadan onun məktəb ilinin necə keçdiyini soruşur. D variantı. Jane ingilis dilini inkişaf etdirməyi və drama klubuna qatılmağı ümid edir. Düzgün cavabdır. Burada qeyd olunmuşdu. E variantı. Annanın yeni müəllimi hamıya qarşı mehriban və köməkçidir. Səhvdir. Mətndə Jane'in müəllimi haqqında danışılır. Annanın müəllimi haqqında danışılmır. 70-ci testimizdə. Bu yay Sunny Language School-a qoşulun. Biz bütün yaş qrupları üçün əyləncəli ingilis dili dərsləri təklif edirik. Təcrübəli müəllimlər, kiçik siniflər və dostcanlı mühit var. Danışıq, oxu və yazı bacarıqlarını inkişaf etdirin. Bugün qeydiyyatdan keçin və yeni dostlarla birlikdə öyrənməyin həzzini çıxarın. A variantı. Sunny Language School təcrübəli müəllimlər tərəfindən keçirilən kiçik siniflər təklif edir. Bu variantımız doğrudur. Burada da bizə qeyd olunmuşdu. B variantı. Dərslərdə iştirak etmək üçün ingilis dili səviyyən yüksək olmalıdır. Səhvdir. Çünki burada bütün yaşlar üçün deyir. Heç bir hissədə yüksək səviyyə tələbi qeyd olunmur. C variantı. Şagirdlərə dərs zamanı bir-biri ilə danışmaq icazəsi verilmir. Səhvdir. Çünki mətn dostcanlı mühitdən və yeni dostlarla öyrənməkdən danışır. Bu isə əksinə ünsiyyətin təşviq edildiyini göstərir, qadağan olunduğunu deyil. D variantı. Məktəb yalnız yeniyetmələr üçün ingilis dili dərsləri təklif edir. Səhvdir. Çünki mətndə bütün yaşlar üçün olduğu qeyd olunur. Yalnız yeniyetmələr üçün yanlışdır. Y variantı. Məktəbdə öyrənməni çətinləşdirən sərt bir mühit var. Çünki əksinə dostcanlı bir mühitin olması qeyd olunur. 71-ci testimizdə məktəb kitabxanası gəlin bazar ertəsi təmizlik səbəbindən bağlı olacaq. Zəhmət olmasa kitablarınızı cümə gününə qədər geri qaytarın və yaxud da götürmə müddətini yeniləyin. Yaranan narahatlığa görə üzr istəyirik və anlayışınız üçün təşəkkür edirik. A variantı. Məktəb yaranan narahatlığa görə heç bir üzr istəmədi. Səhvdir, çünki açıq bir şəkildə narahatlığa görə üzr istədi. B variantı. Problemlərdən qaçmaq üçün kitablar bazar ertəsindən sonra qaytarılmalıdır. Səhvdir, çünki cümə gününə qədər qaytarılmalıdır, bazar ertəsinə qədər deyil. C variantı. Kitabxana təmizlik zamanı bazar ertəsi açıq qalacaq. Səhvdir, çünki mətnə görə kitabxana bağlı olacaq. D variantı. Zəhmət olmasa kitablarınızı cümə gününə qədər yeniləyin və yaxud da onları daha uzun müddət saxlayın. Mətndə isə deyir ki, ya qaytarın, ya da borc müddətini yeniləyin. Daha uzun müddət saxlamaq qeyd olunmur. Y variantında isə bazar ertəsi kitabxana təmizlik səbəbindən bağlı olacaq. Bu tamamilə doğru variantımızdır. Tam şəkildə bu mətnimizdə qeyd olunub. Böyük mətnimizin tərcüməsini ekranda 5 saniyəlik paylaşacağım. Videonu dayandıraraqdan detallı formada baxa bilərsiniz. Yetmiş ikinci sualımızda qeyd olunur ki, mətn nə haqqındadır? Doğru cavabımız A variantıdır. Scott'un riyaziyyat bacarıqları və bu bacarıqlardan başqalarına dərs keçmək üçün necə istifadə etməsi. Mətn onun riyaziyyat bacarıqlarını, eyni zamanda da bu bacarıqları şagirdlərə öyrətmək üçün necə istifadə etdiyini geniş şəkildə izah edir. B variantı. Scott Flansburg və onun riyaziyyat müəllimləri. Səhvdir, çünki mətn müəllimlərdən yalnız bir cümlədə bəhs edir.
C variantı. Peşəkar riyaziyyat müəllimi kimi Scottun dünya səyahətləri. Səhvdir, çünki dünya səyahətləri yalnız əlavə məlumatdır. Mətnin əsas mövzusu səyahətlər deyil, riyaziyyat bacarıqları və tədris üsullarıdır. D variantı. Scottun texnologiyadan istifadə edərək yeni hesablama üsulu icad etməsi. Səhvdir, çünki mətn açıq şəkildə deyir ki, kalkulyator və texnologiyadan istifadə etmir. D variantı. Scottun uşaqlığı və riyaziyyat öyrənərkən yaşadığı problemlər. Bu da səhvdir, çünki Scottun riyaziyyatla problemi olmayıb, əksinə çox istedadlı olub. 73-cü sualımızda Scott Flansburg riyaziyyatı öyrənmək haqqında nə düşünür? Mətnimizdə qeyd olunub ki, o inanır ki, düzgün üsulla hər kəs riyaziyyatda yaxşı ola bilər. A variantı. O göstərir ki, riyaziyyat yalnız rəqəmlərdən ibarətdir və başqa heç nə deyil. Yanlışdır. Mətnin sonunda deyilir ki, riyaziyyat yalnız rəqəmlər deyil, düşünmə və problem həll etmə yoludur. B variantı. O inanır ki, yalnız az sayda insan riyaziyyatda yaxşı ola bilər. Səhvdir. Mətndə deyilir ki, everyone can be good at math. Yəni, hər kəs riyaziyyatda yaxşı ola bilər. C variantı. O düşünür ki, insanlar həqiqi riyaziyyatı öyrənmək əvəzinə çətin fəndlərdən istifadə etməlidir. Səhvdir. Çünki mətndə simple tricks, sadə üsullar deyilir, çətin yox. D variantı doğru cavabımızdır. O deyir ki, düzgün üsulla hər kəs riyaziyyatda uğur qazana bilər. Tam olaraq da mətnimizdə bu fikrimiz qeyd olunub. Y variantında isə o düşünür ki, riyaziyyat yalnız ənənəvi üsullarla aparılmalıdır. Scott isə riyaziyyatı əyləncəli və fərqli yollarla öyrədirdi. Ənənəvi üsullarla deyil. Onun kitablarının birində Scott Flansburg A variantı. İnsanlara riyaziyyatı zehində hesablamağa kömək edən asan üsullar öyrədir. Bu doğru cavabımızdır. B variantı. İnsanlara riyaziyyat məsələlərini yalnız formulları əzbərləməklə həll etməyi öyrədir. Mətn əzbərləməkdən yox, düşünmə və sadə üsullardan danışır. C variantı. Şagirdləri daha sürətli nəticə üçün kalkulyatordan istifadə etməyi təşviq edir. Mətndə isə əksinə kalkulyatordan istifadə etmir. D variantı. Yazır ki, riyaziyyat əvvəllər əyləncəli idi, amma indi çox çətindir. Səhvdir, çünki mətn riyaziyyatın indi də əyləncəli olduğunu göstərir. D variantı. Kalkulyatorun zehindən hesablamaqdan niyə daha yaxşı olduğunu izah edir. Səhvdir, çünki Scott zehindən hesablamağı təşviq edir, kalkulyatoru deyil. 75-ci sualımızda mətnə görə hansı fikir yanlışdır? A variantı. Scott yalnız bir neçə növ hesablamanı sürətli və düzgün şəkildə həll edə bilir. Yenə onlini görürük. Mətn isə deyir ki, toplama, çıxma, vurma, bölmə əməliyyatlarının hamısını sürətli və düzgün yerinə yetirir. Bu səbəbdən də yalnız bir neçəsini burada qeyd etməyimiz yanlışdır. Bizdən yanlış variantı istədiyi üçün doğru cavabımız A variantıdır. B variantı. Scott riyaziyyat vasitəsilə gəncləri ruhlandırmaq üçün dünyanı gəzir. C variantı. Scott kalkulyator əvəzinə zehni ilə riyaziyyat məsələlərini daha sürətli həll edə bilirdi. D variantı. Uşaq vaxtı Scott riyaziyyatda müəllimlərindən daha sürətli olduğunu başa düşmüşdü. Y variantı. Roald Mathsley adlı xüsusi bir gün yaradan şəxs Scott olmuşdur. 4 variantımızın hər biri doğru cavablardır. 76-cı sualımızda doğru olan variantlar istənilir. 1. Flansburg ən sürətli insan kalkulyatoru adını müəllimlərini heyran etdiyi üçün almışdır. Yanlışdır. Mətn deyir ki, bu titul ona Guinness World Records tərəfindən verilib. Müəllimləri heyran etməsi uşaq vaxtına aiddir, rekordun səbəbi deyil. 2 doğrudur. Flansburg öyrənmənin darıxdırıcı olmaq məcburiyyətində olmadığını göstərən güclü bir nümunədir. Mətnin sonunda da bizə Scott Flansburg is a great example of how learning can be fun cümləsi ilə bu açıq şəkildə göstərilir. 3. Flansburg universitetlərdə istifadə olunan mürəkkəb riyazi nəzəriyyələri izah edir. Yanlışdır. Mətndə simple tricks, fun ways ifadələri işlədilir. Universitet səviyyəli mürəkkəb nəzəriyyələrdən söhbət getmir. 4 doğrudur. Flansburg 4 əsas riyazi əməliyyatı, yəni toplama, çıxma, vurma, bölmə, sürətli və dəqiq şəkildə yerinə yetirir. Videonu bəyəndinizsə bəyən butonuna basmağı, kanala abunə olaraqdan şərh yazmağı unutmayın.